Bugün Türkiye Respublikasının qurulmasının 102 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiye Böyük Millət Məclisi Cumhuriyyəti elan edib. 2 il sonra 1925-ci ildə 29 oktyabr Türkiyə Cumhuriyyətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul olunub. Birinci Dünya müharibəsində Osmanlı İmperiyası məğlubiyyətə uğrayandan sonra ərazisi işğala məruz qaldı. Həmin vaxt Mustafa Kemal Atatürkün başçılıq etdiyi hərəkatın mübarizəsi 1923-cü ildə milli qüvvələrin qələbəsi ilə başa çatıb. 1923-cü ildən Türkiyədə parlament üsul idarəsi dövlət idarəetmə forması mövcud idi. Ölkə 2018-ci ildən prezident üsul idarəetməsinə keçib. Türkiyənin ilk prezidenti Mustafa Kemal Atatürk olub. Hazırda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Onun sədri olduğu Ədalət və İnkişaf Partiyası ilk dəfə 2002-ci ildə parlament seçkilərinə qalib gəlib. Həmin dövrdən Türkiyənin hakim partiyasıdır. Bugün Türkiyə bir çox beynəlxalq təşkilatların, o cümlədən NATO-nun üzvü, dünyada əsas siyasi aktorlardan biridir. Ankara həmçinin Türk dövlətləri arasında inteqrasiyanın güclənməsində mühüm rol oynayır. Bu xüsusilə Türk Dövlətləri Təşkilatı daxilindəki fəaliyyətdə özünü göstərir.